Əslində, əgər bu gün İlham Əliyev istəsəydi, bu 5 ildə Dağlı Qarabağda bütün qaçqınlar qayıtmışdı öz torpaqlarına. Gəlin belə danışaq. Qardaşım, mən deyək ki, 30 ildir torpağımdan didərgin düşmüşəm, gəlmişəm, deyək ki, Göyçayda yaşayıram. Və yaxud da Bakıda yaşayıram. Bakıda mənim uşaqlarım hamısı özlərinə iş qurublar, yaşayırlar. Çox gözəl yaşasınlar. Amma o adamların sən torpağını ver, güzəştləri kəs, sonra Qarabağlı torpağını ver, geçsin özünə ev tiksin. Bakıda da əgər o harasa giribsə, deyək ki, kimin evini zəbt edibsə və yaxud da deyək ki, harada yerləşibsə, oranı onun əlindən al. O başqa şeydir ki, o özünə başqa yerdə ev tikib oraya yaşayır, onun sana nə dəxli var? O, gəh Qarabağda yaşayacaq, gəh gəlib Bakıda yaşayacaq, onun sana nə dəxli var?